Uzun müddət sonra hər birinizi xoş gördük. Bugün mən sizə 8-ci sinif biologiya dərsliyində olan bitkilərdə maddələrin daşınması mövzusunun izahını verəcəm. Maddələr deyən zaman qeyri-üzvü maddələr və üzvü maddələr nəzərdə tutulur. Qeyri-üzvü maddələr bilirik ki, su və mineral duzlardır və bunlar ksilem boruları vasitəsilə daşınır və oxun istiqamətinə burada diqqət edirik. Yəni bir istiqamətdə, yəni kökdən yarpağa doğru, yəni aşağıdan yuxarıya doğru daşınır və ksilem borunun hüceyrələri ölüdür. Üzvü maddələr isə floem borusu vasitəsilə daşınır. Floem borusunun hüceyrələri canlıdır. Ələk kimi deşikdir bu hissələr görürsüz və burada biz iki istiqamət görürük. Niyə iki istiqamət? Onun birazdan izahını verəcəm. Gəlirəm yenidən bura. Ksilem borusu vasitəsilə suyun aşağıdan yuxarı doğru getməsində, qalxmasında 3 amil rol oynayır. Bunlardan ən əsası yarpaqdan suyun buxar şəklində ayrılması, yəni transpirasiya hadisəsidir. Ondan sonra kök təzyiqidir. Ondan sonra kapilyarlıqdır. Yəni ən çox transpirasiyada rol oynayan, ən azı isə kapilyarlıqdır. Gəlin görək bunların bir-birlə əlaqəsi nədir və suyu necə yuxarı qaldırırlar. İlk öncə mən transpirasiyadan danışmaq istəyirəm. Biz bilirik ki, yarpaqda mezofil hüceyrələrdə, yəni süngərvari toxumada, sütunvari toxumada, burada fotosintez nəticəsində və həmçinin transpirasiya nəticəsində su molekulu azalır. Həmçinin su molekulunun bir-biri ilə əlaqəsini, yəni su molekular arasında hidrogen rabitəsi elə bir birləşmə yaradır ki, onlar böyük molekullara çevrilirlər. Və bu böyük molekullar ksilem divarlarını yapışa bilirlər. Həmin o ksilem boyunca sürünə bilirlər. Niyə? Çünki bu ksilemin hüceyrələri cansızdır. Bu cansız olduğuna görə suya heç bir müqavimət göstərə bilmir. Yəni suya orada qalxma, eləmə, getmə deyən yoxdur. Özü üçün hərəkətini davam edir. Dediyim kimi, çünki onun, yəni ksilemin hüceyrələri cansızdır və suya heç bir müqavimət göstərmir. Və bu cür su ksilem borularına yapışaraq, sürünərək yuxarı doğru hərəkət edir. Necə hərəkət edir? Yarpaq transpirasiya edən zaman su çıxır və bu su molekulu çıxan zaman sanki zəncir kimi özü, bax diqqətlə bu şəklə baxın. Baxın burada da, baxın burada da. Sanki özü ilə bərabər digər su molekulunu da dartır, aparır. Sonra o biri su molekulu digərini, sanki belə bir şey təsəvvür edin. Baxın. Hansı ki, baxın burada da diqqətlə baxsaz göstərilibdir. Bir-birini çəkib aparır və su yarpaq vasitəsilə kənarlaşdırılır. Bu transpirasiyada bu cür gedir. Bəs burada kapilyarlıq nədir? Həmin ki, bu su molekulları, dedim ki, ksilemin divarının səthinə yapışır, sonra orayla bərabər sürünür. Bu yapışmaq xüsusiyyəti ilə kapilyarlıq hadisəsidir. Kapilyarlıq hadisəsində bu ksilem boruları çox nazik olur. Baxın, gəlin bu şəklə baxaq. Fikir verirsiniz, diametr artdıqca suyun hündürlüyü azalır. Yəni, nə qədər dar olsa, nə qədər diametr az olsa, nə qədər geniş olmasa, su bir o qədər yuxarı qalxacaq. Tək kapilyarlığa qalanda çox, yəni santimetr qaldırır. Yəni, bu bitkidən bitkiyə dəyişir. Yəni, mən deyə bilmərəm ki, ancaq bu qədər qaldırır. Yəni, bitkidən bitkiyə dəyişə bilir. Ancaq çox az məsafəni qaldıra bilir. Amma transpirasiya nəticəsində su metrlərlə qalxa bilir. Yəni, təsəvvür edin ki, kökdən gəlir yarpağa doğru, hündür ağaclarda bunu fikirləşin, yəni gəlir, çıxır. Yəni, ona görə biz deyirik ki, əsas təsir edici qüvvə burada transpirasiyadır. Kapilyarlığı da bildik, həmin ki, o necə baş verir. İndi gəlirəm, bəs kök təzyiqi nədir? Baxın, transpirasiya nəticəsində su
ayrıldı, su azaldı. Yəni bitki orqanizmində su azalır və bitki orqanizmində su azalan zaman bitki deyir ki, mənim suya ehtiyacım var. Bunu kimə deyir? Kök tükcüyünə deyir. Kök tükcüyü ona təcili su verməlidir. Yəni su ilə onu təmin etməlidir. Aha, burada və bu zaman nə baş verir? Bitkidə su azaldığına görə, yəni kök tükcüyündə su potensialı aşağı olub, torpaqda su potensialı çox olduğuna görə biz də nə öyrənmişik? Osmosda öyrənmişdik ki, su potensialı çox olan mühitdən su potensialı az olan mühitə doğru istiqamətlənir həmişə və burada daha doğrusu istiqamətlənir və burada yaranan bu osmos təzyiqi adlanır kök təzyiqi. Gəlin bunu bu şəkildən baxaq. Burada diqqət edirsiniz ki, şəkər azdır. Baxın, sarı ilə göstərim. Amma su çoxdur. Əlbəttə ki, şəkər az olub. Su çox olanda, deməli burada su potensialı çoxdur. Bu da yarım keçirici membrandır. Sizcə bu şəkər bu membrandan keçə bilər, keçə bilməz. Amma su molekulları rahatlıqla gəlib keçəcək. Hardan? Çoxdan aza doğru gəlib keçəcək. Nə vaxta kimi? Ta ki tarazlıq yarana kimi. Bunu başqa bir misal üzərində də göstərim. Məsələn, özümüz, yəni biz insanlar şirin qida yesək, duzlu qida yesək, yəni nə edəcəyik? Su içmək istəyəcəyik. Yəni su içmək istəyimi yaranacaq. Çünki bədən bunu orqanizm tələb edəcək artıq. Eynilə bu bitkidə də su azaldığına görə bitki orqanizmi tələb edir suyu. Və burada nə baş verir? Kök tükcüyündə potensial az olur. Torpaqda su çoxdur və torpaqdan kök tükcüyünə doğru gedəcək, oradan da qalxacaq, ksilin vasitəsilə qalxacaq yarpaqlara doğru. Yəni bu proseslərin bir-birinə əlaqəsini və nəyə görə transpirasiyanın daha əhəmiyyətli olduğunu yəqin ki, başa düşdük. Yaxşı, bəs kök tükcüyündə nə baş verir? Orayla necə gedir ksillemə doğru? İndi ona baxaq. Biz kökün quruluşunu keçən zaman bizə perisiklı, sonra orada korteks və s. bunları bilirik. Burada iki istiqamətdə gedəcək. İlk öncə kök tükcüyünün burada quruluşunu görürük. Buna diqqət etmək lazımdır şəkildə. Vakuola, sitoplazması, nüvəsi hər birinə, yəni şəkildə 1-2 düşür. Burada iki istiqamətdə gedir su. Birində gördüyünüz kimi hüceyrə arası maddə hüceyrə arası ilə gedir. Digərində isə hüceyrədən hüceyrəyə keçərək gedir. Biz əgər hüceyrə arası boşluqlarla daşınırsa, biz buna apoplastik yol deyəcəyik. Yox, hüceyrədən hüceyrəyə keçirsə, biz buna simplastik yol deyəcəyik. Hansı da daha sürətlidir sualı gəlsə, hüceyrə arası ilə daşındığı üçün endodermaya çatana qədər apoplastik yolda daha sürətlidir, amma bu hissədə isə daha yəni sürəti zəifdir. Bu kökün qabıq hüceyrəsi dediyi korteks hissədir. Hansı ki, baxın burada, burada göstərməyibdir. Kökün qabıq hüceyrəsi korteks hissədir. Bu orta hissə, hansı ki, endodermaya qədər gələn hissə nəzərdə tutulur. Endoderma isə kökün qabıq hüceyrəsini, yəni korteks hissəsini ötürücü toxumadan ayıran hissədir. Və biz endodermanı keçən zaman orada bir Kaspari qurşağının adını çəkmişdik. İndi gəlin görək o niyə lazımdır, nəyə görə var? Kaspari qurşağı deməli bir növ filtr rolunu oynayır, nəzarətçi rolunu oynayır. Nə baş verir burada? Bu su hüceyrə arası boşluqlarla gəlir özü üçün. Gəlir. Kaspari qurşağına çatanda Kaspari qurşağı deyir, dayan, stop, hara gedirsən? Bir hələ gəl görüm sən mən xoşuma gəlirsənmi? Mən səni bir hələ icazə verirəmmi gedəsən? Kaspari qurşağı, yəni Kaspari qurşağının belə deyim də nəzarətindən keçəndən sonra o ksillemə doğru hərəkət edə bilər. Yəni yolunu simplastik yolla davam elətdirəcək. Burada, yəni qısacası Kaspari qurşağı seçicidir, nəzarət edəndir.
başqa bir sözlə desək, sabit axını, yəni suyun sabit axınını təmin edir. Onun üzərində suberin maddəsi var. Yəni suyu keçirtmək. Bunlar ehtiyac yoxdur məncə sizə. Yəni yoxdur kitabda adları, amma sadəcə izah etmək üçündür ki, üzərində bir bənzər bir təbəqə var və o suyun keçməsinin qarşısını alır. Yəni filtr rolunu oynayır. Hə, onun nəzarətindən, icazəsindən keçəndən sonra artıq kisiləmə doğru su istiqamətlənə bilər. Mən az sonra onun videosunu da göstərəcəm. Deməli necə oldu? Kök tükçüyü gəldi epidermisə su, sonra keçəcək korteks hissəyə, daha sonra endodermaya, daha sonra endodermada kaspari zolağı, daha sonra biz bilirik daxili qat perisikl və ondan sonra kisiləmə doğru hərəkət edəcək. İndi bunu video şəklində də göstərim sizə. Baxın, indi dediyim kimi epidermis, sonra korteks, sonra endoderma, baxın qatlarından, bu da perisikl və sonra ksilem. İndi həmin apoplastik və simplastik yolu burada sizə göstərəcəm. Baxın, yuxarı doğru suyun hərəkətini burada göstərir. İndi simplastik yolu sizə göstərəcəm. Baxın, simplastik yollar necə hərəkət edir? Hüceyrədən hüceyrəyə keçərək hərəkət edəcək və baxın, bu da endodermadır, bu da kaspari zolağı. Yəni, keçdi, getdi bu kisiləmə doğru. Amma indi apoplastik yolu mən sizə göstərəcəm. Apoplastik yolda isə, baxın, hüceyrəyə keçməyəcək. Ancaq hüceyrə arası boşluqlar vasitəsilə gedəcək. Aha, endodermisə gəldi və keçə bilmir. Niyə? Çünki burada kaspari zolağı var. O kaspari zolağı hələ onu yoxlayacaq. Hələ görə icazə verəcəkmi keçsin? Baxın, kaspari zolağıdır və burada açıq şəkildə göstərir ki, keçə bilmir. Baxın, süber maddəsi demişdim. Yəni, onun icazəsindən sonra, yəni onun nəzarətindən sonra nə edəcək? Gedəcək yenidən. Baxın, hüceyrə artıq bayaq hüceyrə arası ilə gəldi. Amma indi baxın, simplastik yolla, yəni hüceyrə daxili ilə gələcək və sonradan keçəcək kisiləmə. Bu belə. İndi gəlirəm bu hissəyə. Mənbə nədir? Hovuz nədir? Yadınıza saxlayaq. Harda ki, üzvü maddə əmələ gələcək, əmələ gələn yer mənbədir. Harda ki, gedəcək istifadə olunacaq və yaxud da toplanacaq, o hovuzdur. Buna diqqət edək. Biz burada nəyə götürəcəyik? Yarpaqlarda bilirik ki, fotosintez prosesi gedir və üzvü maddə əmələ gəlir. Yaranan üzvü maddə karbohidrat bitkidə selluloza şəklində daşınacaq. Və sellulozanın hər keçidində, yadımıza saxlayaq, ATF sərf olunacaq, yəni enerji sərf olunacaq. Deməli, əmələ gəldi. Əmələ gələndən sonra bu peyk hüceyrələri, yəni köməkçi hüceyrələr onun floema doğru göndərir. Aha. Floema doğru gələndə burada nə artır? Üzvü maddə artır. Mən nə demişdim? Demişdim, üzvü maddə artırsa, orada suya ehtiyac yaranacaq. Və burada osmos yenə baş verəcək. Floem deyir ki, kisiləmə, mənim suya ehtiyacım var, mənə su verərsən, sonra qaytaracam. Deyir, yaxşı. Suyunu verir və gördüyümüz kimi artıq üzvü maddə yuxarıdan aşağı doğru hərəkət etməyə başlayır. Gəlir, kökə doğru çatır, kök onu götürür, burada artıq kök hovuzdur. Götürəndən sonra kisiləm deyir ki, işin qutardı, ver qaytar suyumu. Baxın 4 rəqəmi ilə. Bu da su yenidən nə edir? Kisiləmə doğru gedir. Yəni belə bir-birinə bu kömək edir. Və artıq, bu da gəlir, burada ya toplanacaq, ya istifadə olunacaq üzvü maddə. Bu bir istiqamət. Bir də bayaqki şəkildə yadınızdadırsa, yuxarıya doğru da istiqamət var idi. İndi ona baxaq nədir? Yuxarıya doğru, bəli, bitkinin kökü fotosintez etmir, amma onun bitki kökünün sintez etdiyi amin turşulardır və s. bunlar yarpağa doğru fərqli maddələr şəklində qalxa bilər.
Və bu zamanda yenə də üzv maddə yuxarı doğru qalxa bilər. Ona görə bayaq 2 ox orada göstərmişdi. Amma eyni anda həm yuxarı, həm aşağı gedə bilərmi? Yox, gedə bilməz. Yəni ya yuxarıdan aşağı gəlməlidir yarpaqdan kökə doğru, ya da kökdən yarpağa doğru getməlidir. Buna diqqət edək. Və mənbə hovuz. Baxın, əgər kökdən floemə doğrudursa, o zaman kök mənbədir. Çünki dedim axı ki, harda əmələ gəlirsə. Yox, əgər yarpaqdan floemə doğrudursa, o zaman yarpaq mənbə kimi götürülür. Bu qədər qısa bir izah vermək istədim. Ola bilər ki, nəsə, çünki çox gec saatda çəkmişəm, ola bilər ki, nəsə bir yanlışım olsun, nəyisə deməyim və yaxud da unutdum. Ümid edirəm yararlı olar. Dinlədiyiniz üçün təşəkkür edirəm.